Hə arkadaşlar, indi suallarınızı verəcəksiniz. Açıram göz qabağında olsun. Sonra da mən sizə sual verəcəm. Buyuraq. Deyin görüm hangi sual? 6 müəllim. 6. 8. 6, 8. Başlayaq. Altta deyir arxiv faylının cari fayldan aşağıdakı fərqi vardır. Arkadaşlar, arxiv faylı təbii ki, bilirsiniz ki, proqramla sıxışdırıldığına görə diskdə tutduğu yer cari fayldan daha az olacaq. Düzdür? Bu da o demək ki, diskdə nisbətən az yer tutur. D variantı. 8-ə deyir 7. aşağı. Bəli? 7 də var idi onu da. Yaxşı, 7-də də deyir ki, aşağıdakı hansı verilənlər bazasında aritmə sistemi deyir? Təbii ki, Lotus. Çünki Lotus nədir? Elektron cədvəl prosesorudur. 8-də deyir aşağıdakı hansı VBIS deyildir. Təbii ki, burada deməli, Adabase VBIS-dir, FoxPro VBIS-dir, Oracle VBIS-dir, MDBase VBIS-dir. Apache isə web serverdir. Apache VBIS deyil. Elektrikten ayrılmadım. Aha, sualınızı verin. 11. 18. 11, 18. 11. Servis proqramlarının tərkibinə daxil olanları seçin. Aha. Deməlidir ki, utilitlər, əməliyyat sistemləri, örtüklər. Bax, bunlardan utilit servisdir. Düzdürmü? Amma əməliyyat sistemi nədir? Və örtüklər baza proqramlarıdır. Deməli, bu deyil. B variantda yazıq translyator. Translyator artıq instrumentala aiddir. Deməli, bu da deyil. C variantında isə diaqnostik proqramı, utilitlər, antiviruslar verir. Bunların üçü də servis proqramıdır. Heç nə. Deməli, C variantını seçmək lazım idi. Sonra neçə? 12. 12. Aşağıdakilərdən neçəsi mətn redaktoru hesab edir? Bu arada arkadaşlar dərslikdən oxumuşsunuzdur. Mətn redaktorları var, prosesorları var. Ona görə də düşünə bilərsiniz ki, axı burada heç biri redaktor deyil, bunlar prosesordur. Yadda saxlayın. Bütün mətn prosesorların redaktor funksiyası var. Yəni mətn yaza bilirik, dəyişdirə bilirik. Amma heç bir redaktor prosesor deyil. Yəni Word-də mətn prosesor da desək düz deyirik. Mətn redaktor desək də düz deyirik. Amma məsələn Notepad-də mətn redaktoru deyə bilərsiniz, mətn prosesoru da deyə bilməzsiniz. Məsələ buradadır. Ona görə də Microsoft Word-lə ChiWriter nədir? Mətn redaktorudur. Onlar iki də nədir deyə B variantını seçməliydik. Sonra 18. 18. Baxaq. Deyir Microsoft Office haqqında deyilənlərdən hansı yanlışdır? İnteqrallaşdırılmış tətbiq proqramlara aiddir? Doğrudur. Excel, Access, PowerPoint proqramlarını özündə saxlayır? Doğrudur. Konkret məsələlərin həllinə yönəldilir? Təbii ki, doğrudur. Windows'un standart proqramlarından biridir? Yalandır. Yalandır arkadaşlar. Windows'un standart proqramı deyil Microsoft Office. Neçə? 22. 22. Proqram mətni bütövlükdə kompüter koduna çevirməklə onu icra edilən fayla çevirən proqram hansıdır? Bütövlükdə çevirən kompilyatorlardır arkadaşlar. 30. 30, 26. 26. Qarşıya qoyulmuş konkret məsələlərin həlli üçün nəzərdə tutulmuş proqramlar hansılardır? Qarşıya qoyulmuş konkret məsələnin həllindən ötürü biz tətbiqi proqramlardan istifadə edirik. Tətbiq proqramının tərifidir bu deyilən. C variantı. 30 deyən arkadaşımız var idi, elə deyilmi? Bəli müəllim. Baxaq. İstifadəsi pulsuz olan proqram təminatı necə adlanır? Təbii ki, dərsliyimizin içərisində yox idi. Amma yəqin ki, məlumatınız var. Freeware deyilən proqramlar ən azından Play Store-dan falan,
yaxud Microsoft Store-dan, yaxud App Store-dan proqram yükləyəndə görmüsünüzmü? Bəzilərinin qabağında dollarla qiymətlər görünür, bəzilərində isə yazır freeware. Software ilə free-nin birləşməsindən əmələ gəlir də freeware. Sonra neçəyə baxırıq? 39. 33. 36. 33, 36. 36, 33. Microsoft Office proqramlar paketinə daxil olan verilənlər bazasını idarə etmə sisteminə aid olan proqramlar hansıdır arkadaşım? Microsoft Office paketində bildiyiniz kimi Excel kimi elektron cədvəl prosesoru, Word kimi mətn prosesoru mövcuddur. Bir də orada nə var? Verilənlər bazası idarə etmə sistemi olan Access var. Access. Ən azından burada verilən 5 proqramın içində bircə dənəsi VBC idi. O da Access. Niyə bunu seçməyibsiz? O çox müəmmalıdır. 36-cı suala keçirik. 36-da deyir. Translator hansı növ proqram təminatına aid edir? Arkadaşım, translator nədir? Deməli, maşın dilinə, proqramlaşdırma dilində yazılmış mətni maşın dilinə çevirən proqramlardır. Onda hansına aiddir bu? Təbii ki, translatorlar aid ediləcəkdir instrumental təminatına. O da hansıdır? Proqramlaşdırma sistemlərinin içərisində. Proqramlaşdırma sistemləri də instrumentala daxildir. E variantı. 39 demişdi arkadaşlar. Ben 36 ben A yoxlamışam. Yox, yox arkadaşım. A yoxlamayın. O E variantıdır. Otuz doqquz. Resident proqram deyək də hansı proqram nəzər? Resident sözünün mənası sakin, daimi yaşayan deməkdir. Resident proqramlar kompüter açılanda işə düşən və kompüter sönənə qədər əməli yaddaşda qalan proqramlardır. Bu da nə deməkdir? Resident proqram əməli yaddaşda daimi yerləşən proqramdır deməkdir. Sonra 44. 44. Aşağıdakilərdən hansı diaqnostik proqramdır? Avira nədir? Antivirusdur. Lotus elektron cədvəl prosesorudur. WinZip arxivatordur. Flash'ı bilməyə bilərdiniz. Flash proqramı animasiyalar falan yaratmaq üçün olan proqramdır. Everest isə diaqnostik proqramdır. Kompüterin belə deyim, vəziyyətini qiymətləndirmək, dəyərləndirmək üçün istifadə olunan proqramdır. Bunu bilməyə bilərdiniz, dərslikdə yox idi. Yəni, kimsə internetdən araşdırıb tapsa da halal olsun, tapmayanlara da heç nə demirəm, çünki nədir? Çox da vacib deyildi bu sualın cavabını bilmək. Sonra 46. 46. Gəlin baxaq, 46-da nədir? WinRAR və WinZip proqramları hansı proqramlara aiddir? Arxivatordur arkadaşlar. Arxivatorlarda utilitdir. Utilit D variantı. Sonra 47. 47. Aşağıdakilərdən hansı əməliyyat sistemi deyil? Arkadaşım, Linux əməliyyat sistemidir. MS-DOS əməliyyat sistemidir. OS2 əməliyyat sistemidir. Unix əməliyyat sistemidir. Amma Skype nədir? Tətbiqi proqramdır. Skype əməliyyat sistemi deyil. Telekonferans proqramıdır. Sonra 50. 50. Verdiyiniz suallardan hiss olunur ki, bugün dərsə çox bərbad şəkildə hazırlaşıbsınız. Allah sizi kahr etməsin, kötü kalpli cadalozdan. 50-də deyir. İcra olunma ardıcılığına görə translatorlar hansı qruplara bölünür? Translatorlar bölünürlər interpretatorlara və kompilyatorlara. Əslində qalsa təsnifat çox loru dilində, belə deyim də, çox düşük şəkildə verilibdir. Elə deyil də. Bilirsiniz ki, interpretatorla kompilyatorun əsas fərqi nədədir?
Biri əmrləri dərhal icra edir, digəri isə onu tərcümə edir, bütöv proqramı və tətbiq etmə fayl kimi saxlayır. Həmin fayllardan sonra biz istifadə etməklə proqramı işlədə bilirik. Yəni, icra olunma ardıcılığına görə transiyatorlar hansı qruplara bölünür? Demək, sadəcə çox loru dilində bunu ifadə etməkdir. Keçək mi o birisi tayına tapşırığın? İcazə Keçək. versin. Keçək. Aha, başladıq. Birinci, hansına baxacaq? Hansı sual var? 10. 10. Deyər, uyğunluğu müəyyən edin. Baza proqram təminatına aiddir Windows əməliyyat sistemi Linux A ilə D. Servis proqram təminatına testləşdirici proqramlar antiviruslara aiddir. Yəni B ilə E. Doktor Web antivirusdur. Üçüncü, instrumental proqram təminatı. İnstrumental proqram təminatına aid olacaqdır Pascal. Pascal nədir? Proqramlaşdırma dilidir. Sonra neçə baxırıq? 19. 13, 13, 15. 13, 15, 19. Kompüterin işini idarə edən proqramlar əməliyyat sistemləridir. Proqramı bütövlükdə maşın dilinə çevirib sonra icra edən proqramlar kompilyatorlardır. 15-də D-dir. 17 də demişdiniz, yoxsa mən yanlış xatırlayıram? 19 demişdik. 19. 17 də var müəllim. D1. Sistem və tətbiq proqramları hazırlamaq üçün hansı proqramlardan istifadə olun? İnstrumental proqramlardan. Və 19. Hansı tətbiq proqramdır? MS-DOS nədir? Əməliyyat sistemidir. Excel tətbiqi proqram. Arkadaşım, burada 2 dənə doğru cavab var idi. Bu arada sizin günahınız deyil. Polyglot da tətbiq proqramda Excel-də. Yəni B ilə E-ni seçibsinizsə də günah sizdə deyil. Günah səndə oldu, ay Qaragilə. Sonra neçəyə baxırıq? 20. 25. 20-25. Bu proqramlar köməkçi proqramlar da adlandırılır. Formatlaşdırıcı və arxivləşdirici proqramlar da bu sinifə daxildir. Söhbət hansı proqramlardan gedir? Arkadaşlar, formatlaşdırıcı, arxivləşdirici proqramlar təbii ki, utilitlərə daxildir, düzdür. Yəni, D variantı. 25 deyən arkadaşımız. Aşağıdakı proqramlardan hansı tətbiqi proqram təminatına daxildir? Tətbiq proqram təminatına Excel-i aid edə bilərik. Qalanları nədir? Gördüyünüz kimi Avast antivirusdur, Unix əməliyyat sistemidir, Kaspersky antivirusdur, Avira antivirusdur. Bitdi mi? Bitdi mi, bitmədi mi? Bitdi. Bitdi. Ay sağ olun. Mənə belə ciddi söyləmə bitdi. İndi nə edirik? Keçirik növbəti mərhələyə. Hazır olun, suallar gəlir. Bugün təbii ki, bir nəfərdən başqa hər kəsi sual cavab eləyəcəm. Bir nəfər hələ ki dinləsin, dinlənsin, qorxutmayaq gözünü. Nəsə arkadaşlar, suallar gələcək. Gələcəyi varsa, görəcəyi də var bu sualların. Sən deyilsən, ay Səbina. O sən deyilsən. Ay bala. Əsas sualları çox diqqətlə dinləyin ki, sonra deməyin, mən başa düşmədim, mən anlamadım. Gəncliyimə keçin deməyin. Bunu bu tərəfdə açım. Görünüş rejimini elə edeyim ki, tam olaraq görə bilim sualları sizə verərkən. Bu bir tərəfdə də sizi intizarda saxlayayım. Diqqət! İlk sual gəlir. Kimin üçün? Layla xanım üçün. Layla xanım aktiv olun. Hazırsınız? Bəli. Müxtəlif rejim və formatlarda mətn və digər faylların çapı hansı proqramlarla yerinə yetirilir? Layla xanım, sağsınız?
Yaxşı. Müjgan xanım siz cavab verin. Sualı bir də verə bilərsiniz. Deyirəm müxtəlif rejim və formatlarda mətn və digər faylların çapı hansı proqramlarla yerinə yetirilir? Aynur siz cavab verin. Utilitlər. Utilitlər. Görürsünüz arkadaşlar. Görürsünüz. Dərsi öyrənmirsiniz, sonra da deyirsiniz ki, mən niyə divara girdim? Çünki sən Kaspersən. İradə xanım, sualı sizə verəcəm. Diqqətli olun. Bəli. Başlanğıc bu sualı verəcəm, amma sizə yox, bu sualı sizə verməyəcəm. Çünki niyə? Siz sonradan qoşuldunuz, əvvəlki dərsləri bilməmiş ola bilərsiniz. Lüğət proqramlarına hansıları aiddir? Deyə bilərəm. Deyin. Lüğət proqramları demək Oxford aiddir. Aha. Sonra ABBY aiddir. Sonra Abilingu. Aha. bəli, Linkvo aiddir. Elə o bayaq dediyiniz ABB. Hə. Bir də Cambridge. Cambridge Hə. deyirsiniz. Hə, Bir dənə. adını düz demirəm. Oxford, Bəli, Style, Polyglot. bəli. Ondan sonra yaxşı, siz dediniz Abilingu, Cambridge-də yaxşı götürün. Olsun, problem yoxdur. Vacib deyil, çünki belə deyim də, bu bilər daha şeydir, amma problem yoxdur. Nə qədər artıq desə ziyanı olacaq. Yaxşı, bu qəşəng yerində. Nadir, nadir tapıntı. Sənə çox asan bir sual. Bəli, müəllim. Başlanğıcda çalışan test proqramlarına hansı proqrama aid etmək olar? Nadir keçindi. Ay Nadir, cavab ver. Səbinə, sən cavab ver. Servis proqramları. Ay bala, deyirəm başlanğıcda çalışan test proqramlarına konkret hansı proqrama aid edə bilərik? Səbinə də keçindi. Aysu, cavab ver. Mən də keçindim müəllim. Sən də keçindin. Lalə xanım, BIOS. BIOS. Gördünüz arkadaşlar. Görürsünüz. Yaxşı. Müjgan xanım, növbəti sual sizin üçün gəlir. Periferik qurğuların işini təmin edən proqram necə adlanır? Driver. Bu doğru cavabdır. Aynur, qlobal Bəli, şəbəkələrin tətbiq proqram paketinə hansı proqramlar daxildir? Nə tür mənim? Ha, deyirəm, qlobal şəbəkələrin tətbiq proqram paketinə hansı proqramlar daxildir? Hə. Google, Mozilla, nədir o? Ay qadam, adlar lazımdır. Opşi kateqoriya deyin, canımız qutarsın. Olmasa deyərsin. Browserlər. Sonra brauzerlər aiddir, düz deyirsən. Sonra nə aiddir? Sonra bilmirəm. Sonrası Allah seni kahretmesin. Yarımçıq. İradə xanım siz deyin. Qlobal Müəllim, şəbəkə deyirəm, amma səhv də ola bilər. Elektron poçt ünvanları. ünvan yox, proqramları. Elektron poçt proqramları ola bilər. Düzdür, düzdür. Nadir, nadir tapıntı. Ay Nadir. Bəli, müəllim. Ay bala, sual verirəm sənə. O mikrofonu niyə bağlayırsan? Eşidirəm Diskoteka müəllim. mı? Yaxşı. Diskoteka demiş, diskin işini optimallaşdıran proqram hansıdır? Disk tifli kommenter müəllim. Nətər? Hardan oxuyursan sən canım? Oxumuram ay müəllim. Elə tələffüz olur. Yaxşı. Disdefragmenter. Yaxşı. Qəbul edək ki, oxu. İngilis dilim zəifdir. Sənin görüm, sənin nəyin güclüdür ki? Bir dənə nəsə. Davam edirik arkadaşlar. Səbiş. Bəli, müəllim.
Qaqaş, de görüm nəşriyyat sistemlərinə hansı proqramlar aid edilir? Proqramların adını deyim elə oradakı. Ha, Onlar ha, deyirsiz yoxsa ha. Oradan oxu de görüm. şeydir. Oradan sonra Corel var. Adobe Coral nə? Messenger Coral var. şirkətin adıdır, proqramın adındır. Aventura. Nə? Ay bir dəqiqə. Hə, Ventura Ventura. idi. Venture. Hə. Şey, hə, ondan sonra şey idi. E, Express var idi. Əvvəldə Marker. Quark-ı da var. Yaxşı, olsun. Hə, İki oldu. hə. Quark Express. Page marker, marker. PageMaker. Yaxşı, Hə, olsun. olsun o da var idi. Elə bunlar idi mən bilən ay müəllim. InDesign var idi. Gül kimi InDesign'ı niyə demədin? Jurnallar üçün ən gözəl proqram. Allah səni kahretməsin. Kötü kapitələr olsun. Lord of Mio. Növbəti sual sənə gəlir. Deyir ki, diskdəki informasiyanın ehtiyat sürətini yaradan proqram hansıdır? Yadımdan çıxdı. Allah səni öldürməsin. Allah səni öldürməsin. Nə yaxşı yemək yadından çıxmayıb, sağ qalıbsan bu yaşa qədər. O da çıxır. O da çıxır. Nə bilim valla. Məncə sənin ən çox doymaq yadından çıxır. Nəsə? Lalə, Bakub. backup, hə. Elə gözəl tələffüz edirsiniz ki, ay bala, neçə ildir ingilis dilindən hazırlığa gedirsiniz. İki dənə proqramın adını bir azca uyğun tələffüz edə bilməzsiniz. Bütün həyata olan marağım sönür sizlə dərsdən sonra. Davam edək. Mürcan xanım, amma ən azından backup-ı düz Bəli. dediniz, Layla xanım. Təbrik edirəm. Əsas odur, oxunuşunuza da düz oxuyursunuz. Mürcan xanım, Bəli. tipdə istifadə edən ekspert sistemi hansıdır? Tipdə. Bəli. Bilmirəm. Aynur, Bəli, mən. tipdə istifadə olunan ekspert sistemi hansıdır arkadaşlar? Bilmirəm. Deyim müəllim. Deyin İradə xanım. Deyin. Engine. Emisin, bəli. Hə, səhv deyə bilərəm. O eyb yox, eyb yox. Hiss elədim ki, sizin adına da ingiliscə olan adları oxumağınızdan ki, çox da sevmirsiniz dili. Ya da ki, xarici dil yəqin sizdə fərqlidir. Rus, fransız, alman falan. Nəsə arkadaşlar, nadirə keçdik, nadir tapındı. Bax, gəldik yenə disklə bağlı. Disk və disketdəki səhvləri tapıb aradan qaldıran proqram hansıdır? Ay nadir. Disk clean up değil mi? Yox, ay nadir. Səni görüm clean up eləsinlər. Quru təmizləməcdə. Səbinə Sağ de olun. görün. Skandisk. Skandisk. Eşitdin ay nadir. Skandisk. Bəli. Pişiklərin əfəndisi. Bəli. Verilənlərin arxivləşdirilməsi proqramları, servis proqramlarının hansı qrupuna daxildir? Arxivatorlar servisin hansı qrupuna daxildir? Bilmədim mən. Bilmədin? Bilməzdin. Nəsə. Lalə xanım, deyin görüm. Servis. Arxivatorlar deyəm servis proqramlarının hansı qrupuna daxildir? 2. Yalandır abi. Yalandır. Qoy mikrofon söndür. Mürcan xanım de görüm. Utilitlər. Utilitdir. Bəli, arxivatorlar utilitdirlər. Aynur. Bəli, bəli. Üsul yönlü proqram təminatına hansılar daxildir? Üsul yönlü. Bəli, üsul yönlü. Bəli.
Bilmiyorum. Bir de riyazi hissəsi yadımdadır. Şey. Riyazilər də görüm hansılardır. Hmm. Riyazi proqram üstü. Allah sen inkar etməsin. İradə xanım, siz deyin, siz gəlin öyrənibsiniz bunlara baxanda. MATLAB, MATLAB, statistika olan, ümumiyyətlə mətlə olanlar, statistika ilə olanlar, sonra simplik, hamısını Arkadaşlar, addan. onların kateqoriyalarını deyin də. Orada 4 dənə kateqoriya var idi. Üsul yönlüyə hansılar aiddir, yoxsa adlarını demək Ada üsul lazımdır? yönlüyə hansı proqram qrupları daxildir? Mathla olanları qəbul elədim. Marple qəbul elədim. Simplexi qəbul elədim. İndi deyin görüm onlar hansı qruplara aiddir? Məsələn, Aynur dedi riyazi sözü yadında qalıb, amma əsas məsələ yadında qalmayıbdı. Deyin görək. Saydım, saydım. Hı -hı. Ben deyim. Allah rəhmət etsin arkadaşım, ona nə olub? Nətər olub? Bu nə xəbər idi? Hə, deyin görüm. Yaxşı. O zaman Nadir desin də. Nadir bayaqdan onsuz da heç bir suala cavab vermir. Heç olmasa bu suala cavab versin. Riyazi kütləvi, statistik, Aha, de görüm Nadirdən doğru xəbər. Aha. və üçüncü yaddan çıxdı. 4 dənə idi, deyir üçüncü yadına. Birinci, riyazi. Bir, Təbinə sən de, sən de, sən de. bir də Mən də şəbəkəli. üsul yön Oxşatdı. üsul yönünü soruşsunuz da. Kütləvi xidmət nəzəriyyəsidir, riyazi statistikadır, riyazi proqramlaşdırmadır, bir də şəbəkəli proqramlaşdırmadır. Yox. Deməli, riyazi proqramlaşdırma, riyazi statistika. Düzdürmü? Kütləvi xidmət nəzəriyyəsi. Bir də nə idi arkadaşım? Şəbəkəli planlaşdırmaydı da Ay mənim. sol, planlaşdırmadır. Düzdür. Planlaşdırma. Hə, proqramlaşdırmadır, planlaşdırmadır. Qardaş bacı Ay gəldi. mən bir də şeydir. Nə olub ki, bayaq dediniz. Bunlar bir evin uşağı işlərində gedib. Boy. Arkadaşım, çox diqqətli olun. Çox diqqətli olun. Dəm qazı dəhşət, dəhşətdir. Valla, çox kötü. Səbinə halal olsun. Suala doğru cavab verdin. Deməli belə. Aysu, pişiklərin əfəndisi. Ben Növbəti sualımız sənin üçün gəlir. Elektron cədvəl prosesorlardan hansı proqramlara aiddir? Elektron cədvəl prosesorlarına hansı proqramlar aiddir? Excel, Aha, gözəl. bir de Super ne bileyim. Super Mario. Supersun da Instagram. ola bilər. Biri Yox. Excel'iydi, biri Super. Kalk, Super Kalk. Ha ondan. Sonra Lotus. ay sağ ol, halal olsun. Bir dənə də qaldı. Şemsiye. Axırda da Pro var. Ha Pro var ama ne Pro'du. Nə Pro? Quattro Pro. Quattro Pro. Quattro Pro. Yaxşı, Layla xanım. Mühasibat proqramları hansılardır? Bir ser, uyum, bir de Aha. sınav. Bəli, düzdür. Halal olsun. Müjgan xanım, xüsusi metodlara diskdəki informasiyanı sıxlaşdıran proqramlara nə deyirlər ümumilikdə? Texniki Ay qadanam, xüsusi metodlara diskdəki informasiyanı sıxlaşdıran proqramlara ümumilikdə nə deyirlər?
Aynur sen cevap Abstraktdirmə. ver. Arkadaşlar danışmayın. Kimə söz verilir o danışsın. Aynur sen de. Arxivator. Arxivatordur. Bu doğru cavabdır. İndi İradə xanıma sual verəcəyik. Mətn prosessorlarına hansı proqramlara aiddir? Ən tanıdığımız Word, Aha. sonra Adca ə, tanıdıqlarınız sonra. ondan sonra multi-edit, Aha, düzdür. sonra WordPad, Aha. Notepad, düzdür Word, mən. WordPad düzdür. Bura qədər düz gəlsiniz. Bir də Ami Pro. Ami Pro aiddir. Lexicon da var, elə deyilmi? Hə. Word Perfect, WordPad falan filan. Childwriter var. Bəli, bunlar oldu. Nadir, Bəli, müəllim. proqramın icrası zamanı onun hər bir sətrini tərcümə edən kimi icra edən proqramlar hansılardır? Hı hı. Proqramın icrası zamanı onun hər bir sətrini tərcümə edən kimi icra edən proqramlar. Nadir. İnterpretor yoxsa Hə, translator? o sən Allah ki, dəyişmə fikrini. Sən canını dəyişmə. Səbinə, arkadaşım, Bəli, müəllim. indi bir şey deyim. MS-DOS üçün yaradılmış örtük proqramı hansıdır? Kortun, yox, bir Hortum dəqiqə. nə? Yadımdan çıxdı. Norton Combat. Ay Öyle son, olmadı. Norton Commander. Mortal Kombat oyunu idi. Hə, düz deyirsiniz. Ay su. İşçi proqramı yoxlayıb səhvləri aşkar edən proqram necə adlanır? Nətər müəllim? İşçi proqramı yoxlayıb səhvləri aşkar edən proqram necə adlanır? Bir dəqiqə. Aşklarda da olur elə bir şey. Sazlayıcı proqramlar. Ay sağ görürsünüz arkadaşlar. Ayşe xanıma sadece yol göstərmək lazımdır. Davam edirik arkadaşlar. Deməli, Lalə xanım Bəli. mürəkkəb informasiya sistemlərinin yaradılması üçün hansı vasitələrdən istifadə edilir? Mürəkkəb. İnformasiya sistemlərinin yaradılması üçün hansı vasitələrdən istifadə edilir? Bilmədim müəllim. Müjgan xanım siz deyin. Bilmədim. Aynur, Case. case, bəli, case. Ay Səbinə, case elə yazılmır. Case kimi yazırsan. Nətər deyir elə də yazır bu qız. Bu qulaqdan qulağa öyrənib informatikanı. Yaxşı, arkadaşım. Növbəti sual. Növbəti sual gələcək yenə İradə xanıma. Alqoritmik dildə yazılmış proqramı maşın kodlarına çevirən proqram necə adlanır? Elə bir yerdə çevirən kompiliat Qadan al. Ümumiyyətlə dedim ki, alqoritmik dildə yazılan proqramı maşın koduna çevirən proqram necə adlanır? hərfinə gəldi, yəni yadıma sala bilmirəm. Ümumi. Belə aha. Translate. Translator, bəli. Translator. Translator. İngilis dilli olanda belə olur da. Nəsə, haldır, doğru cavabdır. Arkadaşlar, indi növbəti sual Nadirə gəlir. Yenə Nadir tapıntı cavab verəcək. Nadir, Bəli, müəllim. iqtisadiyyatda istifadə edilən ekspert sistemi hansıdır?
Expert case. Expert is demək istəyirsən. Hə, düzdür. Is Is, case. bəli. Tərcümə edeyim Səbinə, mi? diskin tutumunu artırmaq üçün istifadə edilən proqram hansıdır? Ay Səbinə, Ay müəllim, əmən bəli bir də deyin sualını olar. diskin tutumunu artırmaq üçün istifadə edilən proqram hansıdır? Drive space. Doğrudur. Aysu, Bəli. sistem proqram təminatı hansı siniflərə bölünür? Sistem proqram təminatı hansı siniflərə bölünür? Hə, Yadlıq deyil. Lalə xanım siz deyin. Deyin Baza qoyarız. proqram. Baza Nədir? proqram tanımlı. Baza, bir də servis proqram. Aysu, gördün mü Aysu? Görsən qızlar var, şərait də var. O saatda oxuyurlar, şəraitdən istifadə edir. Tənbəl. Yaxşı. Bura qədər içinizdə ən çox hazırlıqlı təbii ki, İradə xanım idi. Baxmayaraq ki, ilk dərsdə qoşulub, amma əməlli başlı hazırlaşıbdı. Aysuda müsbət bir şey hiss elədim ki, ən azından cavab verməyə belə çalışdı və oxuyub bu dərsi. Oxuduğu hiss olunurdu. Lalə xanıma nəsə olubdu? Lalə xanım elə bir dərsin başını buraxıb. Lalə xanım. Ay Lalə xanım. Niyə dərsiniz Bəli, oxumursunuz? müəllim. Müjgan xanım siz niyə oxumursunuz? Aynur başa düşürəm. Oxuyursan, asqırdıqca beynindən belə deyim düşür öyrəndiklərin. Özünü sağalt, bala dərsinə əməlli oxu. Nadir heç, Nadir beynini kiriyə verib. Səbiş də belə də oradan buradan belə oxumağa çalışır, amma o deyil, ya Səbinə, o deyil. Oxşadırsan, amma hələ ki alındıra bilmirsən. Biraz üzərində çalışman lazım. Nəsə, şərhlər bitdiyinə görə növbəti dərsimizdən danışa bilərəm sizə. Arkadaşlar, növbəti dərsimiz kompüter virusları və antivirus proqramları olacaqdır. Nağıl danışacağım sizə. Hara gedirsən, ay Səbinə? Elə günorta da getmişdin. Hə, inşallah olarsınız, ay Gülnara xanım. İnşallah olarsınız. Qoy görüm. Kitab oxumağa, nə kitab oxuyacaq? Elə dərsə qulaq asken, elə bir dənə kitab danışacağım sizə. O ancaq o şeyləri gecə vaxtı oxumurlar. Onu səhər tezdən qulaq assan, biraz motivasiyanı artsın. Gecə də qəşəng şeylər düşünüb yatırsan. Gözəl şeylər ancaq. Bu arada kitab oxuyun arkadaşlar. Kitab oxuyun. Kitab oxuyun. Hara gelirsən ay bala? Səysən, manyaksan. Deyəsən sənə günorta döymək lazım imiş. Mən boş yerə sənə icazə verdim. Belə. Arkadaşlar, növbəti mövzumuz kompüter virusları və antivirus proqramları olacaq. Kompüter virusları nədir? Kompüterdə çoxalmaq və deməli, kompüter şəbəkələri və informasiya daşıyıcıları vasitəsilə kompüterlərə və şəbəkələrə yayılmaq qabiliyyətinə malik olan proqramlar kompüter virusları adlanır. Kompüter virusları digər proqramlara öz-özünə qoşulur, öz sürətini fayllara, sistem sahəsinə, şəbəkələrə yayır, beləliklə də kompüterin normal işini pozur. Deməli, kompüter virusları əsasən, belə deyim də, ziyanverici proqramçılar tərəfindən hazırlanırlar və beləliklə də müxtəlif üsullarla onlar yayılırlar. Kompüter virusları bir kompüterə düşdükdə, kompüterin yaddaşında yer tutur və başlayır orada çoxalmağa və bununla ya kompüterdə ciddi fəsadlar törədir. Məsələn, tutaq ki,
müəyyən faylların silinməsinə, proqramların işin pozulmasına gətirib çıxardır, ya da ki, sadəcə diskdə əlavə yer məşğul eləməklə istifadəçinin əsəblərini. Ümumiyyətlə, kompüter virusları müasir dövrdə hər cür fayla yoluxur. Yəni, elə bir fayl tipi yoxdur ki, ona kompüter virusu yoluxmasın. Məsələ burasındadır ki, kompüter virusları necə olub ortaya çıxıb? Belə bir sual qarşımıza çıxası olsa, deyə bilərəm ki, ilk kompüter virusları proqramlaşdırmada buraxılan xətalar nəticəsində ortaya çıxıb. Yəni, kimsə əvvəlcədən düşünüm, ay Allah, kompüterin işini pozan proqram yaradım deyə düşünməyib. Sadəcə yazdığı proqramda müəyyən xətalar nəticəsində kompüterdə səhvlər verən bir proqram ortaya çıxandan sonra bunu məqsədli şəkildə yaratmağa başlayıblar. Kompüter virusları əsasən 3 məqsədlə yaradılır. İntiqam, kommersiya və özünü təsdiq. Yəni, intiqam nədir? Təsəvvür edin ki, bir yerdə proqramçı işləyirsiniz. Günlərin bir günü müdürünüz gəlir ki, sizi işdən çıxardım. Nə edirsiniz? Ondan intiqam almaqdan ötürü şirkətinin saytını çökdürəcək proqram yazırsınız. Bax, bu bir. Kommersiya nədir? Məsələn, bir neçə il bundan qabaq Avropada yayılmış bir virus var idi. Kompüterə düşəndə faylları şifrələyirdi. Sonra sizə hesab nömrəsi gəlir ki, bu hesab nömrəsinə bu məbləği ödədikdən sonra fayllarınız şifrdən azad olacaq. Bu artıq kommersiya işidir. Bir də özünü təsdiq var. Gör indi qaqan neyniyəcək virusları yaradırsınız. Yəni, özünüz özünüzə sübut edirsiniz ki, mən də nəyəm? Proqramçıyam. Aynur rəhmətə getdi. Dən görüm. Çalınır. Ay bala, hara yoxa çıxdın? Dedim və gəldi. İndi bir dənə söz deyim. Arkadaşlar, hər bir proqram, yəni hər bir proqram virus ola bilərmi? Xeyr. Proqramın virus olmasından ötürü arkadaşlar, həmin proqram ən azı 3 dənə şərti ödəməlidir. Birinci, işə salına bilməlidir, yəni icra olunan olmalıdır. İkinci, öz-özünə çoxala bilməlidir. Üçüncü, digər fayllara yoluxa bilməlidir. Əgər bu xüsusiyyətləri varsa da ona virus demək olar. Viruslar əsasən aşağı səviyyəli proqramlaşdırma dilində ya da maşın dilində yazılır. Ona görə də həcmləri çox kiçik olur. Məsələn, 1-3 kilobayt olur. Və bu da elə balaca bir ölçüdür ki, kompüterinizə düşəndə onu hiss eləmirsiniz. Və bir göz qırpımında düşür. Virusları analiz edəndə 3 hissə ortaya çıxır. Kopyalayıcı, gizlədici, bir də bomba hissəsi. Kopyalayıcı virusun kompüterdə və şəbəkədə çoxalıb yayılmasını təmin edəndə kopyalayır, özünü çoxaldır. Ondan sonra virusu antiviruslardan gizlədən hissə, hiss etdirmədən kompüterə yoluxmasını təmin edən hissə gizləyici adlanır. Son anda işə düşüb istifadəçini pərişan edən hissəyə də bomba deyirlər. Arkadaşlar, deməli kompüter viruslarına gəlincə hansı nə vaxt ortaya çıxıb? Bu səy nadirdə yoxa çıxdı kompüter virusu kimi. Deməli, hardasa da 80-ci illərin əvvəllərində ortaya çıxır. 80-ci illər Azərbaycanda deyəndə 71-dən 80-ə qədər nəzərdə tutulur. 81-dən 90-cı ilə qədər də 90-cı illər deyirik. Biz biraz qəribə deyirik onu. Türkiyə məsələn 80-li illər deyəndə 80-dən 89-a nəzərdə tutur. Biz 80-ci illər deyəndə 71-dən 80-ə qədər nəzərdə tuturuq. İlk kompüter virusu 1971-ci ildə yaradılmış Creeper hesab olunur. Bob Thomas tərəfindən yaradılıb. Yəni, belə desə, ilk virusun müəllifi Bob Thomasdır. Deməli, bu ARPANET şəbəkəsində olan kompüterləri yoluxdurubdur. Creeper proqramını ləğv etmək üçün Ray Tomlinson tərəfindən Ray Tomlinson tərəfindən Reaper adlanan proqram yaradılıb. Səbiş, başa düşmədim. Sən nə deyirsən?
Sizə nə olub? Ay müəllim, dediniz ya, biz 80-ci illərə 71-dən başlayıb Ha, elə deyirik. Biz niyə elə deyirik? Mən elə istifadə eləmirdim. Mən həmişə 80-ci illər deyəndə elə 80-ci illəri nəzərdə tuturdum. biz qəribədir. Bizdə hə belə deyirik. Niyə? 80-ci illər deyən 71-dən 80-ə qədər olan dövrü nəzərdə tuturuq. O da İndi 90-cı illər deyəndə 2001-dən 2010-a qədəri nəzərdə tuturlar. Abi sən tamam tərsini şey elədin. 90-cı illər Hə, deyəndə 81-dən 90-a qədər nəzərdə tuturlar. 81-dən 90-a qədər. Bəli. Bəs 91-dən 2000-ə qədər nə deyirlər? O da 2000-ci illərin 99-98-də doğulanlar deyə bilər ki, 21-ci Çox əsrin qəribədir gəncləri. səslənir. Əsrlərdə olduğu kimi də, məsələn, 17-ci əsr biz deyəndə Azərbaycanda nə götürük? 1600. 1600-dən, deməli 1601-dən 1700-ə qədər olanını götürük də, o 17-ci əsr. 1701-dən 18-ci əsr başlamış olur. Nəsə, onu niyə danışırıq ki, biz işimizi görək. Arkadaşlar, ilk fərdi kompüter virusu isə Elk Cloner hesab olunur. O da 1982-ci ildə Richard Skrenta tərəfindən yaradılıbdır. Nəsə, burası çox vacib deyil. Kompüter virusları arkadaşlar müxtəlif belə deyim də təsnifatlara malikdirlər. Belə ki, virusları biz təsnif edə bilərik yaşayış mühitinə görə. Fail virusları, yüklənmə virusları, fail yüklənmə virusları, bir də şəbəkə virusları. Yaşayış mühitini yoluxdurma üsuluna görə iki qrupa bölünür. Rezident, bir də qeyri-rezident. Əməliyyat sisteminə görə DOS virusları var, Windows virusları var, Unix virusları var. Destruktiv imkanlarına görə, yəni dağıdıcı xüsusiyyətlərinə görə ziyansız, təhlükəsiz, təhlükəli və çox təhlükəli qruplarına bölünür. Bir də algoritmin tipinə görə, xüsusiyyətinə görə virusları biz bölə bilərik. Tələbə, kompanyon, soxulcan, parazit, stes, polimorf, makrovirus kimi növlərə. Birinci növbədə gəlin yaşayış mühitinə görə təsnifata baxaq. Deməli, biz dedik ki, fail virusları ola bilər, yüklənmə, bir də fail yüklənmə və şəbəkə virusları. Fail virusları ən geniş yayılan virus növüdür. Bu viruslar nə edirlər? Özlərini proqramın sonuna əlavə edirlər. Proqramın başlığında dəyişiklik edirlər. Proqram işə salınanda proqramdan əvvəl özləri işə düşürlər. Bu cür viruslar əsasən deməli icra olunan fayllara, yəni genişlənməsi exe bir də com olan fayllara yoluxurlar. Amma onu deyim ki, elə bir fayl tipi yoxdur ki, ona virus yoluxmasın. Yüklənmə virusları diskin yükləyici sektoruna tətbiq olunur və yükləyici yazını özündə saxlayan tətbiqdə deməli sektorda dəyişikliklər aparır və kompüter işə salınanda yükləyici sektorda, yəni boot sektorda yükləyici proqram avtomatik işə düşür və virus burada dəyişiklik etdiyinə görə də kompüterin əməliyyat sistemindən qabaq nə olur? Virus kompüterin əməli yaddaşına yüklənir və kompüter söndürülənə qədər yoluxmağa davam edir. Fail yüklənmə virusları həm fail virusların, həm də yükləyici virusların funksiyalarını özündə cəmləşdirir. Şəbəkə virusları lokal və qlobal kompüter şəbəkələri vasitəsilə yayılan viruslardır. Sonra dedik, mühiti yoluxdurma üsuluna görə olur rezident viruslar, qeyri-rezident. Rezident viruslar kompüterə yoluxarkən özünün rezident hissəsini əməli yaddaşda saxlayır. Sonra əməliyyat sistemin virusa yoluxmuş obyektə müraciətini ələ keçirib onu başlayır təqib eləməyə, yəni obyekti. Və rezident viruslar kompüterin işinin sonuna qədər ya da ki yenidən yüklənənə qədər daimi işlək vəziyyətdə olur. Bir də var non-rezident, yəni qeyri-rezident viruslar. Bunlar fayllara yoluxurlar və faylı işə salanda işə düşürlər. Faylı açmasan heç bir problem yoxdur. Yəni kompüterinə rezident virus düşübsə də, türklər demiş ayvayı yedin. Non-rezident düşübsə də, hansısa faylın tərkibindənsə də, həmin faylı açmırsansa da,
kompüterinə heç bir ziyanı dəyərsəydi, o faylı açandan sonra o işləyə bilər. Sonra destruktiv imkanlarına görə dedik ziyansız, təhlükəsiz, təhlükəli və çox təhlükəli viruslar var. Ziyansız viruslar kompüterin işinə təsir eləmir. Yalnız deməli diskdə boş yaddaşı azaldır. Yəni yeri boş yerə işğal eləyir. Təhlükəsiz viruslar da diskin boş yaddaş sayısını azaldır, amma bunun digər tərəfləri ola bilər də. Məsələn, tutaq ki, ekrana mənasız yazılar çıxa bilər. Müxtəlif belə deyim də proqramlar öz-özünə işə düşə bilər. Amma kompüterinizdə faylların silinməsindən bağlı iş görmədiyinə görə elə də təhlükəli deyildir. Təhlükəli viruslar kompüterin işinə ciddi xətalar səbəb ola bilər. Çox təhlükəli viruslar isə sizə proqramı silə bilər, verilənləri silə bilər, yaddaş sistemində kompüterin işi üçün lazım olan informasiyanı silir. Yəni çox təhlükəlilər sırf silməklə məşğuldurlar və evini yıxdılar. Alqoritmin xüsusiyyətinə görə virusları təsnif eləsək, deməli tələbə virusları ən zəif viruslardır. Elə viruslardılar ki, yəni onları adi, başlanğıc səviyyədə kompüter bilikləri olan şəxslər də yarada bilərlər. Kompanyon virusları tələbə viruslardan bir addım öndə olan viruslardır. Faylları dəyişmirlər, sadəcə olaraq kompüterdə müəyyən, belə deyim, xoşagəlməz fəaliyyət törədirlər. Wormlar adından məlum olduğu kimi soxulcanlardır. Bunlara niyə soxulcan adı verilibdir? Arkadaşım, bunlar kompüterə düşəndə müxtəlif hissələrdən başlayırlar oradan buradan faylları belə deyim, kodlarını silməyə. Yəni əgər faylı biz fiziki olaraq təsəvvür edəsi olsaq, virus düşmüş fayl deşik-deşik olunmuş, ələyə bənzər bir forma almış olmalıdır. Və soxulcan necə ki torpaqda özünün getdiyi yolda deşiklər açır, bu da fayl sistemində virtual deşiklər açdığına görə buna deyirlər nə? Soxulcan viruslar. Sonra burada var parazitlər. Parazitlər nə olur? Deməli, faylların tərkibini dəyişir, diskin sektorlarını dəyişirlər. Yəni, belələ öz sürətlərini də yayıb, daha da çoxalmaqla qısa müddətdə kompüterinizi çətin vəziyyətə sala bilirlər. Makroviruslar var. Onlar makro istifadə edən faylara yoluxur. Məsələn, Word-da yadınızda makroslar keçmişdi, Excel-də makroslar. Makroslu fayllara yoluxurlar və həmin faylı işə salmasanız heç bir ziyanları da yoxdur. Polimorf viruslar var. Öz kodunu şifrələyib antiviruslardan gizlənir. Elə bil özünü kamuflə edir. Stealth viruslar, virus axtarış proqramları tərəfindən tapılmamaqdan ötürü bəzi gizlənmə texnikalar istifadə edir. Polimorf viruslarla stealth viruslar bir-birlərinə çox yaxındırlar. Bir də flash BIOS virusları var. Bu isə sırf ROM yaddaşa yoluxan viruslar. Deyəcəksiniz, ROM-a axı informasiya yazmaq mümkün deyil. Söhbət flash ROM-dan gedir. Çünki flash ROM EEPROM mikrosxema əsasına yaradılır. Bu da nədir? Elektriklə yazılıb silinə bilən yaddaş olduğuna görə ora yoluxmaq mümkündür. Troyan virusları özlərini kopyalamırlar. Kompüterə daxil olduqdan sonra öz göndəricisini, sahibinin sərəncamına keçirlər. Bir də hoaxlar var arkadaşlar. Hoax nədir? Bu virus deyil. Bu panika yayan proqramlardır. Sizin kompüterinizdə viruslardan kompüteri mühafizə edən əməliyyat, deməli, antiviruslar olur. Antiviruslar virus olduqda tez sizə xəbərdarlıq siqnalı verir və siz nə edirsiniz? Onu ləğv edirsiniz. Bu hoaxlar elə proqramlaşdırılıbdır ki, kompüterə düşəndə antivirus elə bir gəlib qıcıqlandırır. Antivirus 1 qışqırır, 2 qışqırır, 3 qışqırır. Hər dəfədə siz təzədən virusu təmizlə deyirsiniz, deyir ki, virus yoxdur. Baxırsınız ki, elə bilirsiniz ki, antivirusun başı qaçıb da. Onda nə edirsiniz? Antivirusu bağlayırsınız ya da silirsiniz. Ondan sonra kompüterinizə viruslar artıq yüklənə bilir. Yəni hoaxlar nədir? Kompüteri
ilkin vəziyyətdə elə bir vəziyyətə gətirməkdir ki, istifadəçisi antivirusdan imtina eləsin. Antivirusdan imtina olunandan sonra virusları kompüterə yüklüyorsunuz, qurtardı getdi, evini yıxırsınız. Arkadaşlar, kompüterdə virusun yoluxa bilməyəcəyi bircə dənə yaddaş qursu var, o da CMOS-dur. Nəyə görə? Çünki CMOS-un həcmi 128-256 baytdır və bura virus sığışa bilmir. Hə, o Nəsimi deyir, ha, məndə sığarkən cahan, mən bu cahana sığmazam. Viruslar da deyir ki, mən də CMOS-a sığmazam. Beləliklə, ona görə də nədir? CMOS virusun sığışmadığı üçün yoluxa bilmədiyi yaddaşdır. Viruslar necə yoluxa bilir kompüterə? Bax, disklərdən, disketlərdən, flash kartlardan yoluxa bilər. Düzdürmü? E-mail vasitəsilə aldığınız sənədlərdən yoluxa bilər. Chat proqramlarından, sosial şəbəkədən, məsələn, Telegramdan, ondan sonra WhatsAppdan qəbul elədiyiniz mesajlar vasitəsilə kompüterinizə yoluxa bilər. Eyni şəbəkədə olan viruslu kompüterdən ola bilər. İnternetdən əldə etdiyiniz fayllarda virus olmuş ola bilər. Özdə WhatsAppda son vaxtlar daha çoxdur. Məsələn, ay qız, bax gör ad nədir, şəkildə necə düşübsən. Belə fayllar göndərirlər sizə. Siz də elə açmaq verən kimi tez virus kompüterinizə, telefonunuza yüklənir. Sonra da baxırsınız ki, məşhur olubsunuz. Növbəti. Virusların verdiyi zərərlər nə ola bilər? Arkadaşlar, ekrana can sıxıcı, mənasız mesajlar çıxa bilər. Kompüterin yaddaşının disk sahəsini istifadə edib müxtəlif resurslara müraciətinizi məhdudlaşdıra bilər. İstifadə etdiyiniz faylları silə bilər. Kompüter proqramlarını poza bilər, yaxud dondura bilər, işi yavaşlayar. Sərt diskin əhəmiyyətli bir hissəsini ya silə bilər, ya da ki, ümumiyyətlə şifrləyə bilər. Yəni, bütün hallarda kompüter virusları adına layiq iş görürlər. Kompüteri nədir? Kompüterin işini ləngidib istifadəçiyə zərər vururlar. O deyir, ha, Çin qızı söylədi, 2 növ cavan, uzaq bir nədir? Ölkə oldular rəvan. Gəncin biri xeyir, digəri şərdir. Onlar adları tək işlər görərdi. Deməli, bax, kompüter virusları da məhz adına layiq işlər görür. Bu arada kompüter viruslarla başa çıxmaqdan ötürü nədən istifadə olunur? Antivirus proqramlardan. Bu da ikinci növ cavandır. Bu xeyir olandır. Bu arada arkadaşlar, bu antivirus proqramları ki var, ilk antivirus dedik nə ola bilər? Hansı proqram idi? İlk virus hansı proqram idi? Az öncə dedim. İlk kompüter virusu nə hesab olunur? Və ilk antivirus nə hesab olunur? Ayman, ilk virus təsadüf nəticəsində yaranan sortusuz. Adı, yox, dedim Bob Thomas tərəfindən yaradılmış bir virus var idi. Creeper. İlk antivirusdakı dedik ki, Ray Tomlinson tərəfindən yaradan Reaper hesab oluna bilər. Creeper'i silməkdən ötürü Reaper. Ay bala, qulaq asın, qulaq asın. Nətər dinləyirsiniz, elə öyrənirsiniz. Antivirus proqramlarına keçir. Antivirus proqramları verilənləri məhv olmaqdan qorumaq, kompüter viruslarını tapmaq, silmək üçün istifadə olunan proqramlardır. Bunlar deməli müəyyən necə işləyirlər? Antiviruslar ümumilikdə necə işləyirlər? Baxın, hər bir virus proqramı 0-1-lərdən ibarət olan bir koddur. Bu kodlar təbii ki, hər virus üçün fərqlidir. Amma virusların belə deyim, müəyyən qrupunda təkrarlanan kod hissələri olur. Bax, məsələ də burasındadır ki, antivirus proqramları virusların böyük əksəriyyətini məhz bu kod hissəsinə görə təyin edir. Yəni, bu varsa da nədir? Bu virusdur. O belə bir deyim var idi, ha, bilməm, siz eşitibsiniz ya yox. Deyir,
nə bilim, gözü göy, dişi seyrək olan adamlar belə ki olurlar da, güya pis adamlar olurlar. Belə bir inanc var idi o vaxt. Həmişə də bu Türk kinolarında bir mənfi obraz var idi. Ha, saçı sarı, başın ortası keçər, göy göz, dişi seyrək bir kişi vardı. Ha. Coşqun. Ay sağ ol, Coşqun. Coşqun. Bax görsən, uşaq dərsdən başqa hər şeyi bilir. Deməli bu coşqun ki var, o tipdə olan adamlar görəndə adamda elə bil ki, belə deyim, instinktiv olaraq bu insan pis insan deyə bir təəssürat yaranır. Elə deyilmi? Bax, antivirus proqramları kompüterdə virusları məhz həmin o texnika ilə tapır. Yəni əvvəlcədən antivirus yaradıcıları viruslara aid olan kodları analiz edirlər və virusların böyük əksəriyyətinə eyni olan kod hissəsini çıxardılar və antivirus əslində qalsa virus proqramı bilmir nədir. Kompüterdə başlayır həmin kodu axtarmağa. O kodu harda görürsə də deyir ki, nədir? Bu virusdur. Məsələn, Azərbaycanlı bir məşhur aktyor var idi. Məlik Dadaşov, tanıyırsınız hamınız. Fəryad filmində erməni rolunu oynayırdı. Çox da gözəl oynamışdı. Deyir, Bakıda bir dəfə ona görə bir qadın bunu görür. Tez qışqır bağır salır ki, bəs erməni var burada. Kömək edeyim, polis zat gəlir, məsələyə qarışır. Axırda sonra məlum olur ki, bu heç də erməni deyilmiş. Sadəcə erməni rolunu gözəl oynadığına görə elə bilirlər erməni. Birazca da sıfatında ermənilik yağırdı ha kişinin. Nəsə, indi bax, problem də odur ki, bəzən antivirus proqramları masum faylları belə həmin koda malik olduğuna görə virusa yoluxmuş, yaxud da ki, virus faylı olaraq qəbul edilir. Bax, bunu da yadda saxlayın. Hər antivirusda super şəkildə kompüterdən virusları təmizləyim deyə bir, belə deyim, iş görmür. Nəsə, bu ümumi məlumat. Arkadaşlar, ümumiyyətlə antivirus proqramlarının fəaliyyətini 3 hissəyə bölürlər. Virus axtarıb tapma, tapılan virusu təmizləmə, bir də sistemi növbəti virus hücumlarına qarşı qoruma. Antivirus proqramları özləri də müxtəlif nədir? Belə deyim, qruplara bölünürlər. Məsələn, yəni təsnifata malikdirlər. Biz bura aid edə bilərik filtrlər, detektorlar, həkimlər, müfəttişlər, imzatorlar. Arkadaşlar, filtr rezident proqramıdır. Təhlükəli əməliyyatlara nəzarət edir. Yəni, məsələn, icra olunan faylların, proqramların dəyişdirilməsi. Buna nəzarət edib, bu niyə dəyişdi? Rezident proqramların yer dəyişməsi, yerləşdirilməsi. Rezident proqramlar RAM-da hara yerləşdir? Buna nəzarət edir. Mütləq ünvana görə diskə birbaşa yazma baş verdisə də, o zaman bu nəzarətə alır ki, bu necə oldu burada yazıldı. Ondan sonra diskin yükləyici sektorunda dəyişiklik aparmağa çalışmaq. Bu nə edir? Nəzarətdə saxlayır filtrlər. Diskin formatlaşdırması nəzarətdə saxlayır, çünki o formatlaşdırmanın virusla yerinə yetirə bilər. Yəni, təsəvvür edin ki, fayllarınızın anası ağladı. Filtr virusların, belə deyim də, işə düşməmişdən əvvəl tapılması ehtimalını yüksəldir. Antiviral Toolkit Monitor kimi proqramları biz filtrlərə aid edə bilərik. Detektor əməli yaddaşda və xarici yaddaşda yalnız ona məlum olan virusların axtarışını təmin edir. Yəni, detektorlar, o bayaq deyirdim, o uyğun kodu axtarır faylda. Buna əsasən virusun olduğunu müəyyən edir. Həkim antiviruslar təkcə virusların aşkar edilməsini deyil, həm də zərərsizləşdirilməsinə imkan verir. Bura Doktor Solomon, Norton Antivirus, Doktor Web, iTest, Antiviral Toolkit bu kimi proqramları aid etmiyorlar. Yəni, antivirusların böyük əksəriyyəti məhz həkim antiviruslardır. Müfəttişlərə ADINF proqramı misal göstərmək. O müfəttiş nə edir? Demək, kataloqların, proqramların, faylların, sistem sayılarının
məzmununu yadda saxlayır. Sonra dövrü olaraq cari vəziyyətlə əvvəlki vəziyyəti müqayisə edir. Burada baş verən dəyişikliklər əsasən virusları tapır. İmmunizator rezident proqramıdır. Vaksin etmə texnologiyasından, yəni peyvənd etmə texnologiyasından istifadə edir. Bu deməli əsas gördüyü iş kompüteri nədir? Viruslardan qorumaqdır. Yəni belə deyim, virusları tapıb məhv etmir. Yəni həkim kimi məhv etmir. Ondan sonra detektor kimi xəbər vermir. Bu sadəcə qoruyur. Necə? Deməli, burada virusların işləyə bilən faylları yoluxmaq üçün istifadə etdiyi texnika ki var. Elə bil antivirus həmin texnikanı istifadə edir. Sadəcə bu dəfə fayla virus yoluxmur. Nə olur? Fayla antivirus tərəfindən xüsusi kod yazılır. Və bu kod elə bir koddur ki, həmin faylı virus yoluxdurmaq istədikdə, bu kodun o faylda olduğunu, dırnaqarası gördükdə, həmin faylın artıq yoluxmuş olduğunu qəbul etdiyindən virus həmin fayla yoluxmur. Ümumiyyətlə, deməli, nə deyirlər? İmmunizatorlar əslində qalsa bir növ nə edir? Kompüterdə virusları aldadır. Bunun nəticəsində də nədir? Viruslar faylda, baxmayaraq ki, virus yoxdur, ona yoluxmurlar. Çünki həmin faylı artıq yoluxmuş kimi qəbul edirlər. Bircə də əsas məsələ burasındadır ki, immunizatorlar stealth virusla, ümumiyyətlə immunizatorların özlərini iki qrupa bölürük. Biz yoluxma barədə məlumat verənlər də var. Bir də yoluxmasının qarşısını alanlar. O yoluxma barədə məlumat vermək necədir? Dedi axı, fayllara əlavə kod yazır. Həmin kod ola bilsin ki, elə formada bir kod ola bilər ki, həmin fayla hər hansı virus kodu yoluxmaq istədikdə, əlavə olunmaq istədikdə, fayl artıq nə edir? Xəbərdarlıq sistemini işə salır. Amma burada stealth virus dediyimiz o gizli viruslardan yoluxma haqqında heç bir məlumat verə bilməz. Ümumiyyətlə, arkadaşlar, müasir dövrdə istifadə olunan antivirusları biz heç də konkret bu adını çəkdiyimiz kateqoriyalara bölə bilmirik. Səbəb də bilirsiniz nədir? Çünki müasir dövrdə istifadə olunan antiviruslar özləri deməli bir neçə antivirusun funksiyasını özündə cəmləşdirir. Məsələn, götürək hansını? Kaspersky antivirusu. Bu antivirus birinci növbədə filtr funksiyasını yerinə yetirir, təhlükəli əməliyyatları nəzarət edir. Detektor kimi başlayır əməli yaddaşda və xarici yaddaş qurğularında virusların axtarışını təmin etməyə. Virusu tapdıqda həkim kimi fayldan virusun çıxarılmasına çalışır. Yəni, virus kodunu fayldan çıxartmaqla faylı müalicə eləməyə çalışır. Və hətta müalicə oluna bilməyən faylları karantinə almaq deyilən bir funksiya bizə təqdim eləmiş olur. Eyni zamanda sistemi növbəti hücumlara qarşı qorumaqdan ötürü immunizatorun gördüyü işi də görür. Qalxan da yaradır. Yəni, nəticə etibarilə müasir dövrdə kompüterimizə yüklədiyimiz antivirus proqramları sırf bir antivirus funksiyası deyil, bir neçədən antivirusun ümumilikdə görə biləcəyi işi özündə cəmləşdirməklə daha effektiv fəaliyyət göstərə bilər. Bu arada bir neçə dənə şey deyim sizə. Antivirus proqramını kompüterinizə yazdınızsa da kompüteriniz normaldan daha aşağı sürətlə işləyəcək. Bunu bilməlisiniz. İkinci bir tərəfdən bəzi hallarda masum fayllarınız da viruslu kimi qəbul oluna bilər. Masum fayl da deyəndə ən çox bilirsiniz nələr viruslu kimi görünür. Biz axı bütün proqramları normalda gedib pulla almırıq.
Yəni Office proqramları hamımız Hackerski kopya istifadə edirik. Hətta əməliyyat sisteminin özünü nədir? Hacker kopyalarından istifadə edirik. Və antivirusu yükləyəndən sonra bunların krekinə falan baxır, açar hissəsinə baxır və məsələn bir çox hallarda biz proqramları yükləyəndən sonra krek vasitəsilə onu sındırırıq və pulsuz istifadə edir. Bu krekləri falan görəndən sonra nə edir? Antivirus artıq xəbərdarlıq edir. Bir də görür ki, artıq faylımız deyəndə proqramımız işləməz vəziyyətə gəlib. Nətər olubdur? Təbii ki, antivirusumuz baxıbdır ki, bunda virus var, onu silib. Bax, belə şeylər var. Belə hallar var. Bu arada həmçinin onu da deyim ki, məsələn, Kaspersky şirkəti ilə hansı şirkətinin Nero şirkətinin arasında müəyyən iqtisadi ədavət olduğuna görə Kaspersky'nin antivirusları hardasa 10 il müddətində Nero proqramının heç bir virusu olmayan fayllarını belə viruslu kimi göstərir. Yəni arkadaşlar, birinci növbədə kompüterinizi viruslardan qorumaq istəyirsinizsə də ilk öncə başqa-başqa əmin olmadığınız kompüterlər saldığınız flash kartı, xarici yaddaş qurğularını kompüterinizə salmayın, qoşmayın. Bu bir. Ən əsas qorunma. İkincisi, əmin olmadığınız internet resurslarından fayllar endirməyin. Bu ikinci. Ondan sonra mənşəyi məlum olmayan linklərə daxil olmayın. Yəni, baxmayaraq ki, dostdan gəlib, tanışdan gəlib. Baxırsınız ki, bu saytın adı heç tanış deyil də, bildiyiniz saytlar deyil. Deməli, ora daxil olmağa dəyməz. Çünki daxil olarsınız, kompüterinizə virus yoluxar. Bir dəfə əslində qalsa, məndə Facebookda olmuşdu, sizə onu deyim. Hansısa da bir dostumdan mənə bir mesaj gəlmişdi Facebook'un Messenger'ında. Deyib, bura daxil olun. Nəsə maraqlı bir şey var idi. Daxil oldum. Peşman oldum daxil olmağa. Niyə? Ora daxil olandan sonra mənim hesabımdan avtomatik olaraq mənim ətrafımdan dostlara mesaj getməyə başladı ki, filan yerə daxil olun. Beləliklə nə oldu? Çoxlu sayda insan birdən-birə bu virus şəbəkəsinin içinə düşdü. Təbii ki, sonra silmək yolunu tapandan sonra arkadaşlara dedik, onlar da sildilər. Bundan canlarını qurtardılar, amma yəni İstənilən bir şəxs hal-hazırda bu tələyə düşə bilər. Bir də ən qorxusu bilirsiniz nədir? İndi kibercinayətkarlar bedim daha ciddi ziyan vura bilirlər. Məsələn, əksəriyyətimizin bank proqramları falan telefonlarımızdadır. Düzdürmü? Və süni intellekt sistemlərinin inkişafı imkan verir ki, kimlərsə də səsləri təqlid edə bilsin. Bedim, yaxınlarımızın nömrəsindən bizə mesaj gəlməsinin təəssüratını yarada bilsin. Bunun nəticəsində də virusa qarşı indi daha həssas bir dönəmdən keçirik və kompüterimizə hər hansı bir tanımadığımız link vasitəsilə istəmədiyimiz viruslar yoluxdurub ciddi maliyyə itkilərlə üzləşə bilərik. Ancaq bu mövzunu qulaq ardına vurmayın, bu mövzunu göz ardı eləməyin. İnformatikada informasiya təhlükəsizliyi sahəsində ən maraqlı mövzudur. Həm çox rahatdır, həm də dərsdə oxuyanda maraqlı şəkillər də görəcəksiniz içində. Eyni zamanda olan informasiyalarda informatikadan heç hazırlaşanlar yox. Ümumiyyətlə dünya görüşünü genişləndirmək istəyən hər kəs üçün vacib olan məlumatlardır. İndi bu dərsə aid kimi mənə nə sualı var? Ümumilikdə nə sualınız var? Suallarınızı verin. Cavablarınızı verməyə çalışın. Sonra da nə edərik? Hər kəs gedər istirahət edər. Sabah axşama qədər də tapşırıqlar işləyib atacaqsınız. Buyurun. Gözləyirəm sizi. Arkadaşlar, yox deyiləm. Kimin mənə sualı var? Heç kim.
Yaxşı, sualınız yoxdursa da o zaman mənim də sizə deyəcəyim başqa bir şey qalmadı. Sağ olacaq növbəti dərsimizdə yeni enerji ilə görüşürüz. Hələlik bay bay, sağ olun. Sağ ol. Sağ olun.